Hamıya salam. Benim adım Simare ve 19 yaşım var. YouTube'da ise ilk videomdu. Bugün bir günümü sizinle bölüşmek istedim ve artık makyajımı eləyirəm. Birazdan gideceğim üniversitete ve bu arada üniversitetin birinci kursunda oxuyuram. Xanəndəyəm. Ama xanəndelikten əlavə blogerlik yolunda ilk adımlarımı atıram sizinle. Ümid edirəm ki videonu sona kadar izleyersiniz ve beğenip şərh yazarsınız. Estetik olmayan payezimizden size görüntüleri paylaşıram. Neyse ki esas olan mənəm. İndi gedirik üniversitete. Kimse var orada. Gördü beni, gördü. Benim boylandı, baktı. Neyse indi gedirik avtobus gözlemeye. Sesimden oldu ay kız. Bundan ikimiz bir yerde oturmuşuz. Dertleşirik. Geldik, çattık. Safiyece dersindeyim. Kalyakımdı ve vaziyet kritikti. İndi geldik. Ne dersine? Aktörlük dersindeyim. İndi çıxıb monologumu danışacağım ve kalyakımdan neçə alıram inşallah. 8'den 4'ten alarım. Kurtabilirim. İndi oxuyuram. Bakalım ne oluyor? Dostlar, görürsünüz. Biz burada monologdayız. Bu necə zamanədir? Bu necə Aktörlük dersidir də yəni. Alçaqmağı qiymət. Uşaqlar bir dənə qulaq asın. Monologdur. Sana dedim çıkart bunu bayrağa. Telo! Alkış çalın da. Haydi dostlar. Buradayım. Düş aşağı. Nə üçün? Düş gedeyim he. Seni evlendirirler. De ki, yarım saat gözləsinlər. Başım qarışıqdır. Zarafatsız tez ol. Toyun diye niye başa düşmürsen? Nərgiz xalayla Şirin kişi indi öz rollarını aparırlar. Mən də gözüm. Ay günüm sen, dünyada bir denesin. Oğlumun oğlan balası. Babanın nenenin nevesi. Bu gülden Hara gedirsiniz? Hara qaçırsınız? Yemək mi? Bax görün mən. Yemək zəhərəmi. Dostlar, 7-ci mərtəbədən 1-ci mərtəbəyə düşmək zülümdür də, yəni qalxmağa hələ demirəm. Yəni ay Allah, qoy bunlar liftə mi? Sonra da gələn çökərsən. Bu nədir? Bizə baxın. Qaqaş, bu nədir? Gəldik informasiya dərsinə. Müəllimimiz orada ifa edir. Gələk baxaq görək nə var, nə yox. İntikallık kıymetlendir. Simare 8, Aydan 3, Ziya 7. Dostlar, dersimiz bitti. İndi qalxırıq konferansa. Dilber. Heç bir cümlədə mən satın yaşam. Asasın ne şey olur bu Qrup yoldaşlarımız orada iştirak edəcək, gelirik onlara baxmağa. İndi qrup yoldaşım oxuyacaq, onu göstərəcəm. Tədbirimiz də bitdi. İndi isə qayıdıram evə.
Ümumi olaraq bu günüm maraqlı keçdi və dolu keçdi. İstədim sizlərlə də bölüşüm. Artıq evə çatıram, çox şükür. Çünki yollar o qədər probkaydı ki, yəni dəli oldum ki, ay Allah, görürsən neçə saata çatacağam mən. Nəysə ki, bəlirli bir yollara qədər probkaydı. Ondan sonra yollar normal boş idi və gəldim, çatdım. Belə. Bugünüm də belə keçdi. Ümid edirəm ki, videonu bəyənərsiniz. Əgər vloqum xoşunuza gəldisə, mənə abunə olmağı və fikirlərinizi şərhdə yazmağı unutmayın. Hələlik.